Kürdəmir rayonunun Qarasaqqal kəndi ən qədim kəndlərdən biridir. Kürdəmir rayonunda Mürtülü, Cəyli, Qarasaqqalı ən qədim kəndlərdən biridir. Mən rəhmətli atamdan eşitmişəm ki, bu kəndin lap əvvəli Qarasaqqal kəndinin yaranması köçəri tayfalar olublar, maldarlıqla məşğul olublar əsasən. Mövsümlə əlaqədar olaraq duracaq yerlərin tezliyi dəyişiblər. Mənim eşitdiyimə görə, atamın dediyinə görə bu kəndin əslən ibtidası Gəncə tərəfdən gəlib. Gəncə tərəfdən gəlmə olub. Sonra bu kənd yavaş-yavaş daimiləşib, oturaq həyat şəraitinə keçib, əkinçiliyi ilə, maldarlıqla məşğuldular. Sonra kolxozluq yarandı. Kolxozluq yaranandan sonra bir müddət, 70 ildə kolxozluqla əlaqədar kolxozluq oldu. Burada bizim kəndin cəmaatı çox əməksevər, qonaqpərvər, istiqanlı, əsli Azərbaycana xas olan, Azərbaycan xalqına xas olan cəmaatdır. Qonağa çox böyük hörmət qoyurlar. Özləri də zəhmətlə dolanan adamlar olub. Burada elə lap ibtida dövrdən alverlə, zatla, digər işlərlə məşğul olan az olub. Əsli zəhmətlə, istehsalla məşğul olublar. Heyvan saxlayıblar. Sonra əkinçiliklə, maldarlıqla, zəhmətlə dolanan adamlar olub. Bu kolxozluq dövrü də məlumdur. O dövrdə də ən qabaqcıl kolxozlardan oldu. Mən şəxsən özüm burada 16 il baş mühasib işləmişəm bu kənddə. Elə məktəbi qutarıb gəlib bu kənddə baş mühasib kimi fəaliyyətə başlamışam. 16 il burada fəaliyyət göstərmişəm. Bu kəndin cəmaatı çox mehriban, istiqanlı, düz, həqiqəti sevən, zəhmətkeş adamlardır. Mən Cavadov İxtibar 1934-cü ildə Qarasaqqal kəndində anadan olmuşam. Sonra Qarasaqqal orta məktəbini bitirmişəm. Sonradan təsərrüfatla məşğul olmuşam. Təsərrüfatla məşğul olanda traktorda, çiftələr burada öküzlə, ondan sonra atla yeri becərirdik, şumluyurduq. Sonradan traktorla, şumlandı. Traktor əmələ gələndən sonra traktorla şumluyurduq. Mən də həm təsərrüfatda traktorist, ondan sonra kombaynar, belə işləmişəm. Sonradan təhsilimi artıraraq qəbul texnikuma qəbul olmuşam. Mexanik işləmişəm, qutardım. Mexanikdən sonra da qalxozdakı gəliri, ondan sonra pambıqçılıqla, ondan sonra taxılçılıqla məşğul olan, heyvandarlıqla məşğul olan bir cəmaatdır, kənddir. Cavanlar da, bu kəndin cavanları da çoxdur. Təsərrüfatla da məşğul olanlar var. Öz torpaqlarından, pay torpaqlarından istifadə edirlər. Heç arada gedmirlər, savadlılar da, ondan sonra oxumağa da gedirlər. Heç bir şey təsərrüfatla məşğuldurlar. Əzmimdə doğulmuşam, Qarasaqqalda doğulmuşam. Kənd məktəbini qutarmışam 10 il. Ondan sonra da kolxozdan məşğul olmuşam. Şoför işləmişəm. Təsərrüfatla məşğul olmuşam. Pay torpağından onu istifadə eləmişik. Dolanmışıq, yaxşı olub. Vəziyyət də indi də o vaxtda yaxşı olub. Dolanmağımız, dolanışığımız yaxşıdır. Başqa nə deyim, mən yaşamışıq da, nə ilə məşğul olmuşum, başqa torpaqla məşğul olmuşum. Təsərrüfatla. Satışı yoxdur ki, təsərrüfatla məşğul olanda deyəndə, bağımız var, yaxşı belə bostandan, zatdan əkib yeriyoruz, tərəvəzdən zatdan istifadə edirik, yaxşıdır. Dolanacağımız yaxşıdır. Mən Əsgərov Qurban Bayramoğlu.
1951-ci ildə bu kənddə Kürdəmir rayonu Qarasakal kəndində anadan olmuşam. Təhsilimi bu kənddə almışam. O vaxt məktəb 8 illik idi. 8-ci sinifə 66-cı ildə qutarıb rayona Yenikənd kənd orta məktəbinə gedib orada oxumuşam. Bu məktəb o vaxtı orta məktəb deyildi, tamam orta məktəb idi. 1972-ci ildə bu məktəb orta məktəb adını aldı, orta məktəb. Ona qədər bizim uşaqlar, kəndin yeniyetmələri, şagirdləri buranı qutarıb ayrı-ayrı məktəblərdə, Bakıda, nə bilim, Kürdəmirdə, başqa yerlərdə orta məktəblərə gedirlər, yox idi bizim. Ondan sonra indi hal-hazırda, bəli, yeni tipli məktəb tikilib, gözəl məktəbdir, 2 mərtəbə məktəbdir, bütün şəraiti, hər bir şey var, istilik sisteminə qədər. Hamısı var. Mən özüm 1968-ci ildə, 69-cu ildə Əlbayramlı Pedaqoji Texnikumuna qəbul oldum, Bədən Tərbiyə Fakültəsinə. Bədən Tərbiyə Fakültəsini qutardım. Təyinatımı ilk dəfə Cəyli kənd orta məktəbinə verdilər. Bizə qonşu kənddir, orada işlədim. Oradan da hərbi xidmətə yollandım. 1972-ci ildə. Hərbi xidmətdən qayıdıb gələndən sonra öz kəndimizdə işləmişəm burada. 45 illik təcrübəm var. 45 il müəllim işləmişəm. Pedaqoji fəaliyyətim var. Bəli, bizim uşaqlar indi azalıb. 400 nəfərə, 380 neçə nəfər uşağa mən məktəbdə bizim şagirdimiz olub. Bu 45 ilin, 20 ilin dərs müdür işləmişəm. Zavod olmuşam. Bizim şagirdlər səsi uzaqlardan da gəlir. Bax, biri elə, bax, bu kişinin qızı. Heç bir müəllim yanına getmədən, heç bir hazırlıq görmədən ali məktəbə getdi, girdi, hal-hazırda institutda dərs deyir. Belə şagirdlərimiz olub. Biz o şagirdlərlə təxrir edirik və bütün ictimai işlərdə bizim gənclərimiz iştirak edir. Məsələn, götürək bu axırıncı Qarabağ müharibəsini deyək də, 5 şəhidimiz var. Onlar hamısı bizim məktəbin müdavimləridir. Onlar buradan gedib, kəndin adıdır. Biz onlarla fəxr edirik. Bir onlarla yox, ümumiyyətlə Azərbaycan gəncləri ilə. Sağ olsunlar. İndi onlar o özlərin şəhid elədilər bizə görə. Əgər onlar olmasaydı biz də indi burada sakit otura bilmədik. Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərimizə. Nəvəsinin biri, bax həmin bu kişinin, Məlik kişinin nəvəsinin biri cüt gözü yoxdur. Qazidir. Həmin müharibədə cüt gözün ikisini də itirir. İndi ona dövlətimiz necə yardım eləyir, yəqin ki bilirsiniz. Allah dövlətimizlə var eləsin. Biz necə deyim, dövlətimizdən də razıyıq, gənclərimizdən də razıyıq. Allah hamısını var eləsin. Girməyə qərar aldım özlüyümdə. Rəhmətli atama dedim, məsləhət elədim, dedim, bala ərləri gücün çatırsa, imkanın varsa yaxşı olar. Xeyir duasını aldım, bir yerdə getdik, orada bir yer götürdük. O vaxtı SMD deyilən bir səyyar mexaniki dəstə vardı. Onlarla müqavilə bağladım. 54 min o vaxt pul köçürdüm onlara. Gəldilər, binasını qoydular, blokların zadını düzdülər. Çox təəssüf ki, elə az müddətdə o idarə dağıldı. O Sovet hökumətinin dağılması ilə əlaqədar bəzi idarələr dağıldı. O da idarə də dağıldı. Mənim pulumun da bir hissəsi qaldı orada, ala bilmədim. Sonra yavaş 2001-ci ildə o məscidi istifadəyə verdik, başladı cəmaat ibadət eləmək üçün. Bu yaxınlarda da keçən ildən bəri gördüm cəmaat çox əziyyət çəkir. Güzür düşür, üzümüzdən iraqda bu xeyir, şər qardaşdır. Xeyrimiz olur, şərimiz də olmalı. Bu təbii qanundur. Və bu yüzür mərasimlərində cəmaat palatka alırlar, nə bilim, stol, qab-qacaqsa çox əziyyət çəkirlər. Bu maliyyə cəhətdən də biraz indi arada bu müharibə dövründə biraz əziyyətə düşdü cəmaat. Allah çox şükür güzaranımız pis deyil, yaxşıdır. Amma bu cəmaatın eləsi var ki, lazım olan şəraiti yarada bilmir. Ona görə mən qərar aldım ki, bu kənddə, o məscidin həyətində bir mərasim evi tikdirim. Layihəsini çəkdirdim. Rayon İcra Hakimiyyətinə məsləhət elədim. Sağ olsunlar, razılıq verdilər. Bir
binasını götürmüşük indi. Bir hardasa bir 300 nəfərlik qadın kişi bir yerdə, 2 zal, bir qadın üçün ayrı, kişi üçün ayrı bir mərasim zalı tikdiririk. İnşallah başa çatandan sonra onun haqqında danışarım. Hələ indi təzə başlamışıq. Bu fəaliyyət bax belə. 1950-ci ildə böyük bir idarə binası tikmişdi. O idarə binasında mərhum sənətkarımız, böyük şairimiz Səməd Uğurlu da iştirak eləmişdi. Sara Qədimova, görkəmli adamlar iştirak eləmişdi açılışında. Sonra o vaxt gəldi, o yavaş-yavaş öz dövrün başa vurdu. Yeni idarə binası tikilməyə lazım oldu. 1965-ci ildə burada öz kəndimiz, öz kəndimizdən olan İsrafilov ağa var idi. Allah rəhmət eləsin. Onun dövründə bu bina, indi gördüyünüz bu bina, idarə binası, kolxoz binası tikildi. Kolxozda burada, mən burada bu binada 16 il baş mühasib işləmişəm. Bu rayona getməmişdən əvvəl burada işləmişəm. Ümumilikdə 45 il mənim də əmək fəaliyyətim var. Burada 16 il işləyəndən sonra 16 il rayon kənd təsərrüfat idarəsində baş mühasib olmuşam. Ondan sonra 15 ildə rayon icra hakimiyyətində, ərazi zərifləmə şöbəsində, sonra da sosial-iqtisadi məsələlər şöbəsində böyük referent işləmişəm. Məsləhətçi. Belə. YouTube'da baxırıq. Çox sağ olun, minnətdarıq. Siz bu rayonun, kəndlərinin, özünün lazım olan ictimai məsələlərin tez-tez işıqlandırırsınız. Buna görə sizə təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Bu fəaliyyətinizə sizə uğurlar arzulayırıq. Çox sağ olun.